İkinci paltaryanı aldım. Bəli, bunu mən aldım. Bilirsiniz də, mama demişdim sizə keçən videoda ki, bunu öz paltaryanımı, arkada gördüğünüz öz paltaryanımı mama gildə həm kuxnaya, həm hamama qoymağa yer yox idi. Ona görə də mən paltarları hələ də əlimdə yuyurdum və bu məni çox narahat eləyirdi. Xatırladım ki, bu videonu paylaşanım, mama günün xəbəri yoxdur mən bu yeni paltaryanı aldığımdan. Ona görə düşündüm ki, bu Dədə Baba üsulu paltaryanını alım. Sadəcə bunun içərisində su tökürsən, isti su tökürsən, paraşok tökürsən, sadəcə o yuyur. Hətta bu yaxalayır da. Yəni paltarları götürün, təzədən atdın, yaxaladı. Əsas odur ki, mənə kömək eləyəcək. Mən paltar yumayacağam, yəni o yuyacaq, təmiz yuyacaq. Yəni onu sərəcəm. Mən sadəcə onu götürüb sıxıb sərəcəm də. Yəni ən azından işimi bir neçə dəfə azaltdı. O birisi paltaryanı isə aparıb öz evimə qoşduracağam. Çünki burada dediyim kimi yer yoxdur. Çox da qəşəng işlədim. İşlədim, görüm necə olacaq. Xoşuma gələcəkmi, gəlməyəcəkmi.